İçeriden ses gəlir ki, bizə kömək edin. Bizə kömək edin, fəryadlar səslənir içərdən. Güzel götürüb yazı qardaşım, güzel götürdü. Sən necə saçdırıcı bəzi suallar verirsən, hə? İçəri girən kimi başlayırlar şey eləməyə, skoşlamağa, nəm terapiya, döyməyə. Səslər gəlir çox pis bir şəkildə. İçəri saldılar və qapını bağladılar. Kim idi bilmirik, amma fəryad eləyirdi ki, bizə kömək eləyin, mənə kömək eləyin. Dəhşətlidir, çox dəhşətdir. Ancaq qapını açan yoxdur. Səs var, həmin şəxsi içəri saldılar, qışqıran şəxsi, fəryad edən şəxsi içəri saldılar və qapını bağladılar, artıq səsi gəlmir. Hansı yolla, necə içəri saldıqlarını da bilmirik. Amma bilirik ki, bəli, bura reabilitasiya mərkəzidir. Az öncə bir şəxs çıxdı, bizi gördü, qaçdı, girdi içəri tərəfə. Qapını təkrar döyürük. İçəridə reabilitasiya mərkəzində müalicə görən şəxs özü bizim sosial şəbəkə hesablarımızda yazıb ki, mənə kömək eləyin, 40 yaşım var, müharibə iştirakçısıyam və veteranam, ikinci qrup əlləmə eyni zamanda məni məcbur içəridə saxlayıblar, heç bir müqavilə və s. yoxdur, məni əsir kimi içəridə tuturlar və narkotik maddə istifadə edənlərlə bir yerə salıblar, vəziyyətim ağırdır, mənə kömək eləyin. Elə bu məsələ ilə bağlı Mərdəkanda yerləşən reabilitasiya mərkəzinə gəldik biz də, ancaq təəssüflər olsun ki, nəticə yoxdur, qapını açan olmadı ki, biz ya səlahiyyətli şəxslərdən biri ilə görüşək və s. İndi səlahiyyətli şəxslərdən biri ilə əlaqə saxlayacağıq və belə bir iddiaların olduğunu deyəcəyik. Görək o iddialara necə cavab verəcək. Qeyd edeyim ki, 2-ci Həyat Reabilitasiya Mərkəzidir. Buranın adı. Qardaşım, mən özüm belə mərkəzə gəlirəm. Rüstəm bəy bildirir ki, müqavilə olmadan məni əsir götürüblər. Bizim burada bütün müalicə alanlarımızın hər birinin müqaviləsi var. Müqaviləsi var, amma dediyim kimi biz ilk 2 gün ərzində müqaviləni yazmırıq ki, buna həmən müqaviləyə uyğun olaraq biz dövlət rüsumu ödəyirik, vergi falan, bəzi rüsumlar var ki, mən onlara hamısını açıqlaya bilmirəm burada. Həmən rüsumları ödəyirik dövlət tərkibində. 2 gün ərzində həmən adamın fikrindən döndərə biliriksə, həqiqətən də qalıb müalicə almaq istəyirsə, sağalmaq istəyirsə, qalır bizlərlə müqaviləsi hər bir şey olur. Necə ki, burada qalan bütün xəstələrlə müqaviləsinin olduğu kimi. İstəsəniz təqdim edib göstərə də bilərəm sizə. Bu getmək istədiyi halda biz asdı buraxdıq, heç bir müqavilə də bağlamamışıq. Yaxşı Bəşir bəy, o zaman bir sual ortaya çıxır. Sahibkarlıq fəaliyyətidir də, bu düzdür, ödəniş alırsınız nəyəsə müqavilə, düzdür. İndi Rüstəm bəydən almamısınız, digərləri alır. Bəli, əlbəttə. O zaman